İlk muğam operası Üzeyir Hacıbəyli Leyli və Məcnun. İlk milli uşaq operası Sultan Hacıbəyov İskəndər və Çoban. İlk müasir mövzulu opera Müslüm Maqomayev Nərgiz operası. İlk lirik psixoloji opera Fikrət Əmirov Sevil operası. İlk klassik tipli opera Üzeyir Hacıbəyli Koroğlu operası. İlk mono operanın müəllifi Qara Qarayev Zəriflik. İlk opera yazan qadın bəstəkar Şəfiqə Xundova Gəlin Qayası. İlk opera səhnəmizdə çıxış edən qadın ifaçı Şövkət Məmmədova. İlk opera dirijoru Müslüm Maqomayev. Azərbaycanda ilk balet Əfrasiyab Bədəlbəyli Qız Qalası. İlk müasir mövzulu balet Sultan Hacıbəyov Gülşən. İlk iri həcmli uşaq səhnə əsəri Əşrəf Abbasov Qaraca Qız baleti. İlk operetta Üzeyir Hacıbəyli Ər və Arvad. İlk müasir mövzulu operetta Səid Rüstəmov 5 manatlıq Gəlin. İlk romans Asif Zeynallı Ölkəm. İlk qəzəl romans Sənsiz. Dünyada ilk kantata yaradan Johann Sebastian Bach. Azərbaycanda ilk kantata yaradan Üzeyir Hacıbəyli. Dünyada simfoniya və kvartetin yaradıcısı Haydn. İlk klassik konsertin yaradıcısı Mozart. İlk romantik simfoniya, ilk vokal balladanın yaradıcısı Schubert. İlk instrumental balladanın yaradıcısı Chopin. İlk sözsüz mahnının müəllifi Mendelssohn. Azərbaycanda isə xalq çalğı alətləri üçün Süleyman Ələsgərov yazmışdır. İlk Azərbaycanda simfoniyanın yaradıcısı Qara Qarayev. İlk estrada janrının yaradıcısı Tofiq Quliyev. İlk muğam caz janrının yaradıcısı Vaqif Mustafazadə. İlk simfonik muğamın yaradıcısı Fikrət Əmirov Şur simfonik muğamı. İlk layla nümunələrini nota salan bəstəkarlar Üzeyir Hacıbəyli, Müslüm Maqomayev. Azərbaycanda ilk musiqi məktəbi Üzeyir Hacıbəyli Şuşa şəhəri. İlk professional Azərbaycan musiqisi Üzeyir Hacıbəyli Qızıl Döyüşçü. Azərbaycanda ilk professional təhsil almış bəstəkar Asif Zeynallı, ilk professional təhsil alan qadın bəstəkar isə Ağabacı Rızayevadır.